Azərbaycan dili fənni, Biləndər və vəzir. Günlərin bir günü Biləndər həyətdə oynayırdı. Gördü ki, bir nəfər ona tərəf gəlir. Sən demə, bu adam qonşu ölkənin vəziri imiş. Vəzir kənd və şəhərləri gəzir, sual-cavab yarışı keçirirdi. Həmişə də qalib gəlirdi. Vəzir Biləndərə yaxınlaşdı. Atmışsan, bugün kulağımda çarpında attığı ne Allah üçümüz belirler. Biləndər dedi. Bazar bu tərəfdədir. Bazar bir səhərdə yaşlı babın yetişir. Babın alır. İkini özünü deyər. Bunlarına borca verir. Qadını da uzunluğa verir. Vəzir Biləndərə baxıb düşündü. Bir kendinki uşaqlar nə qədər ağırlıdır. Göklərdə necə olar? Azərbaycan dili fənni, Biləndər və vəzir. Günlərin bir günü Biləndər həyətdə oynayırdı. Gördü ki, bir nəfər ona tərəf gəlir. Sən demə, bu adam qonşu ölkənin vəziri imiş. Vəzir kənd və şəhərləri gəzir, sual-cavab yarışı keçirirdi. Həmişə də qalib gəlirdi. Vəzir Biləndərə yaxınlaşdı. Oğlan, bazar hansı tərəfdədir? Uzun yol gəlmişəm, azmışam. Uzunluğum da, xoluzum da azdır. Görürsən nə alım ki, üçümüz də yiyək. Biləndər dedi. Bazar bu tərəflərdir. Bazar bu tərəflərdədir. Bizim tərəflərdə yaxşı qovun yetişir. Bazardan qovun alın, yer. İçini özünü verir. Bunların borca verir, qaplarını uzunluğa verir. Vəzir Biləndərə baxıb düşündü. Bir görüşün qaplarında var olur. Görürsən böyüklər necə olar?